Salam. Sxemə əsasən R və B məntəqələri arasında temperatur fərqi 16,8 dərəcə Selsidir. Bunu nəzərə alaraq A və Z məntəqələri arasındakı hündürlük fərqinin neçə metr olduğunu hesablayın. Əvvəlcə R və B məntəqələrinə fikir veririk. Bu məntəqələr arasında temperatur fərqi 16,8 dərəcə olduğu üçün buna görə də biz hündürlüyü tapa bilərik. Bilirik ki, hər 1000 metrdə temperatur 6 dərəcə Selsi dəyişir. O zaman temperaturun 16,8 dərəcə dəyişməsi üçün lazım olan hündürlüyü tapırıq və burada cavabı alırıq ki, 2800 metr. Deməli, R və B məntəqələri arasında hündürlük fərqi 2800 metrdir və arasındakı boşluqları hesablasaq 1, 2, 3 və 4 boşluq var. Bunun əsasında biz kəsmə hündürlüyü müəyyən edə bilərik. 2800-ü biz 4-ə bölsək 700 metr tapmış oluruq. Deməli, kəsmə hündürlüyümüz olacaq 700 metr. O zaman bizdə sualda istənilən A və Z məntəqələri arasında hündürlük fərqini tapın. A və Z məntəqələri arasında isə 1, 2, 3, 4, 5 və 6 boşluq, yəni hündürlük fərqi var. O zaman 700-ü vururuq 6-ya, 4200 cavabı alırıq. Deməli, sualımızın doğru cavabı 4200 C variantı.